Ardıcıl 2 gün oxşar hadisə. Türkiyədə baş verənlər bizi narahat eləməyə bilməz. Şagird əlində silahla qarşısına çıxana atəş açır. Birincidə ölüm olmasa da, ikincidə faciə yaşanır. Qurbanlar var. Hətta hadisənin izi Amerikaya qədər gedib çıxır. Məlum olur ki, Birləşmiş Ştatlarda qətliam törədən şagirdin fotosunu məktəbli WhatsApp profilinə qoyub. Onları bir-birinə bağlayan detal var. Oyunlar gerçək həyata daşınır. Əyləncədən faciəyə. Səbəblər hələ də araşdırılır. Dünyanın hər yerində insanlığın buraxdığı ən böyük səhvlərdən biri. Faciə yaşanmadan hərəkətə keçmək yada düşmür, yaxud ertələnir. Nədənsə təsirlənməliyik, ağrı acı çəkməliyik. Yubansaq, gec olacaq. Geciksək, daha çox canlılar yanacaq. Yanğın bizi ağuşuna almamış üzərinə su ilə getməliyik. Okeanın o tayından bu tayına od düşürsə, sular niyə coşmur?